Bu peçenyeni hamı tanıyır. Adı tutkudur. Əksəriyyətiniz də bunu sevirsiniz, alırsınız, yeyirsiniz. Amma əgər Türkiyə türkçəsində oxusaq, bu tutkudur. Azərbaycanca bunu oxusaq, bunu tutku oxumalıyıq. Təəccüblənməyin. Niyə? Çünki tut və üstə gəl ki, ki, kü, kü şəkilçisindən kü variantıdır. Bu hərf, yəni K hərfi şəkilçi daxilində heç bir zaman K kimi oxuna bilməz. Və ona görə də yazanda gözünüzün qarşısına bu gəlməsin. Tutqu yazmalıyıq. Amma belə yazılsa tutku oxunmalıdır. K, ki, kü, kü hansı sözlərdə istifadə olunur? Dünənki, bugünkü, sabahki, onunkü və s. kimi sözlərdə bu şəkilçi ki kimi oxunur. Ümumiyyətlə, harda bu hərfi şəkilçinin daxilində görsəz, o bir mənalı şəkildə ki tələffüz olunmalıdır. Bəs nə zaman K tələffüz olunur? Əgər Avropa mənşəli sözlərdə qalın saitdən öncə gələrsə. Bunu hamı bilir, orta məktəb proqramında da var. Məsələn, kosmos, klub, komanda və s.